ümumiyyətlə bu dünya özü bir böyük teatrdır. Biz də onun aktyorlarıyıq. Bəli. Məsələn, mən bu həyatda molla rolunu oynayıram. Eynilə də mənim həmkarım Qulam. Üzr istəyirəm, siz nə sənətin sahibisiniz, nə rolunu oynayırsınız bu həyatda? Molla bəy, mən Kamal şoförüyəm. Yəqin ki, Kamal şoför rolunu oynayıram. Bax, görürsən. Sən Kamaz şoförü rolunu oynaya bilərsən. Amma Kamazın rolu ilə oynaya bilməzsən. Çünki avarenni palajenyaya düşərsən, yəni bir böyük xəta baş verər. Yəni bir bəla baş verər. Bu seriallar və kinolar ki var, bunlar hamısı həyatdan götürülən şeylərdir. Bu cavanlar bilər, bu adı da yadımdan çıxdı. Ay Qulam, sən baxırdın o türk serialları ki var idi. Fatma Gül'ün suçu nə? Aha. Ada var. Fatma Gül'ün suçu nə? Gör nə gözəl deyir. Amma bu hələ öz suçunu dərk eləməyib özündə. Bu Fatma Gül'ün hələ suçu bunun özündədir ki, sən qız uşağı gecə saat 4-də dəniz qırağında nə gəzirdin ki, sənə 4 dənə belə kələ hücum edər. İndi nəsə ola, nəsə olmaya, nəsə baş verər. Səhər durdun, gördün ki, qumun üstündə uzanıbsan, halı qaziyə belə olur. Heç olmasa bunu bir daş altda, bir daş üstdə. Bəli. Yoxsa səhərin gözü açılan kimi düşüb el obaya, ay cəmaat, qarğa, gəl məndə. Qoz var. Onu özüm də bilirəm, problem var. İndi qoz da var, problem da var yəqin. Yəni elə şeylər var ki, onu gərək insan dərk eləsin. O qız bir filmdə də çəkilirdi, ay Qulam, onu da sən izləyirdin. Aşqa məmnun. Orada nəsə belə xəyanət var. Böyük xəyanət idi orada. Orada səhv eləmirəmsə, cavan bir oğlanın daydosçusunu oynayırdı. Ay sağ ol, hələ bil ki, bacıoğlu, Dayı bacıoğlu, bəli. Dayı bacıoğlu. Buna bax. Görün, belə bir xəyanət yoxdur yer üzündə. Demək, hələ bu Fatma Gül ki var, bu qız, bu Fatma Gülün bu qanında Fatma Gül.